Din tiryəkdir. Marks haqlı idi. Din insanları kölələşdirən, onların azadlığını əlindən alan bir tiryəkdir. Və çox maraqlıdır ki, bunu bir müsəlman intellektualı iddia edir. Bəli, din tiryək kimi insanları keydir, onları oyanmağa, ayılmağa qoymur. Amma hansı din? Məzlumların haqqını müdafiə etməyən, yetimi qorumayan, əzilənləri üsyana, haqsızlığa qarşı mübarizəyə səsləməyən din. Və din tarixən dinsizliyə yox, məhz dinə qarşı mübarizə aparıb. Şəriəti qeyd edir ki, Marksın nəzərdə tutduğu tiryək dini kapitalistlərin, imperialistlərin dinidir ki, bununla onlar kütlələri aza qane olmağa, yoxluğa şükür etməyə öyrəşdirsinlər ki, onlar öz haqq hüquqlarını müdafiə etməkdən, etiraz, mübarizə ruhundan məhrum qalsınlar. Hətta şəriətin şükür anlayışı da çox maraqlıdır. Ey Allahım, şükürlər olsun sənə ki, mənə razılaşmadığım, haqsız saydığım şeylərə qarşı etiraz edə bilmə, üsyan bacarığı vermisən. Bəs bu uyuşduran, keyləşdirən kapitalist və imperialist dinin qarşısında duran ən böyük əngəl nədir? Üsyana, mübarizəyə səsləyən İslam dini. Müəllif bu kitabda fransız imperialist siyasətinə qarşı Əlcəzair müqavimət hərəkatını misal çəkərək qeyd edir ki, kolonialistlərin rəhbər şəxslərindən biri Quranı tribunaya vuraraq təkidlə xəbərdarlıq edir ki, nə qədər ki bu kitab onlardadır, onların müqavimət ruhunu qırmaq mümkün olmayacaq. Şəriəti bu iddiasına fakt olaraq Quranın yüzlərlə ayəsində zorakılıq əleyhinə keçən hökmləri misal çəkir. Məsələn, sizə qarşı hədd aşanlara siz də o ölçüdə hədd aşın. Yəni, zorakılıq əleyhinə mübarizə apararkən özün də zorakılığa, ədalətsizliyə yol vermə. Nə əzmə, nə də özünü əzdirmə. Həmçinin Quran əksər ayələrdə həddi aşan və beləcə zülm edən ölkə başçıları, rəhbərlərin əmrinə itaatsizliyi də buyurur. Həmçinin Quran yüzlərlə ayədə düşünməni, sorğulamağı təşviq edir. Məhz şəriəti buna əsaslanaraq iddia edir ki, Quran ölü dirildən bir həyat kitabıdır. Necə ki, Fatihə surəsi hal-hazırda sadəcə məzardakı ölülərə oxunur, amma bu yaşayan diri ölülər üçün nəzərdə tutulur. Çünki ötə dünyaya gedən yol məhz buradan keçir. Aktivliyə, hərəkətə, üsyana səsləməyən din tiryəkdir. Bəs bu din kimlərə sərf etmir? İlk növbədə xalqı öz istədiyi kimi idarə etmək üçün onlara sorğu-sualsız itaətə öyrəşdirən, onların zəhməti hesabına varlanan zorakı kapitalist dövlət başçıları və onlara xoş getmək üçün öz şəxsi mənfəətini düşünən, bu yolda insanları kölələşdirən, ictimai məsuliyyət duyğusundan məhrum, İslamın düşmənləri olan din xadimləri. Və çox maraqlı bir məqam şəriəti qeyd edir ki, Quranda ictimai-siyasi məsələlərlə bağlı ayələrdə Allah kəlməsinin yerinə insanlar kəlməsini qoyduqda heç bir məna dəyişikliyi yaranmır. Bu da Quranla demokratiya, xalq idarəçiləri arasında oxşarlığa bir nümunədir. Yəni, xalqın dərdinə, problemlərinə yanmayan, onun ehtiyacda olduğu tərəfləri qabartmayan bir din İslama uyğun ola bilməz.